Bağışlayan və mehriban Allahın adı ilə. Sima Film təqdim edir. Muxtarnamə. Filmdə çəkiliblər: Fəriburs Ərəbniya, Mehdi Fəxrimzadə, Fərhad Aslani, Fəriba Kovsəri, Nəsrin Muqamlu, Mahçöhrə Xəlili, Cəfər Dehqan, Rıza Rüygəri, İnayətullah Şəfiyi, Muhammed Sadiqi, Əmin Zindiqani, Şəhram Həqiqət Dust, Muhammed Fili, Həbib Dehqan Nəsəb, Ənuşirvan Ərcümənd, Kazım Həcir Azad, Mahmud Cəfəri və başqaları. Rejissor assistentləri: Rıza Əsgəri, Həmid Mirbaqiri. Dekorasiya müdiri Məcid Əli İslam. Səhnə tərtibatçısı Cəlil Futuhiniyya. Operatorlar: Rıza Qəffari, Əzim Cavanruh. Səs mühəndisi Əli Rıza Qəffari Nəcat. Döyüşlərin tərtibatçısı Mahmud Ərdəlan. İstehsal müdirləri: Mahmud Baqir Əşdiyani, Bəhruz Xoşrəzm, Mahmud Qulami. Bəstəkar Əmir Təvəssuli. Qrim üzrə rəssamlar: Məsud Vələdbəqi, Abdullah İskəndəri. Redaktor Mehdi Hüseynivənd. Prodüser Mahmud Fəllah. Senari müəllifi və quruluşçu rejissor Davud Mirbaqiri. Namazı əvvəl vaxtında qılmağın o qədər fəzilət və savabı vardır ki, onu Allahın mələkləri yazıb qutara bilmirlər. Bu gecə Allah evinə getmək bizə qismət olmadı, qardaşlar. Elə buradaca namaz qılmaq daha münasib olar. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ya Rahman, Ya Rahim. Qiblə hansı tərəfdədir? Üzü bu tərəfə olmalıdır. Yox, biraz sola meyillidir. Sola, yoxsa sağa? Üzü gün doğana durmusan, onun sol və ya sağ tərəfdə olması barəsində çana vurursan. Qiblə bu tərəfdədir, müsəlman.
Məşriq bu tərəfdədir, yoxsa o tərəfdə? Əgər ayaq yolu üzü bu tərəfədirsə, deməli qibləmiz o tərəfdədir. Ey əmir, daha meydanda qanat çalan quş da yoxdur. Hamı dağılışıb. Deyirsən quş havada qanat çalmır? Çünki hava qaranlıqdır İbn Reis. Quşlar gecə vaxtı qanat çalmırlar. Əlbəttə, yarasılar istisna olmaqla. Bu, eynən arxın üstündən tullanmaq istəyən adamın bir neçə addım geriyə çəkilməsinə bənzəyir. Bütün keçid və küçələrə gözətçi qoyun. Bu gecə yatmaq haramdır. Hər kəs evindən çıxsa, qanı halaldır. Öldürün. Baş üstə əmir. Yaxşı yadıma düşdü İbn Reis. Bəli. Qiblə hansı tərəfdədir? Qiblə. Qiblə. Bu tərəfdə olmalıdır. Günəş hansı tərəfdə qürub eləyir? Günəş bu tərəfdə batır. Demək, bu tərəf məşriqdir. Mən belə başa düşdüm ki, indiyə qədər bu sarayda kimsə namaz qılmayıb. Qurbanın olum. Mənim yadıma gələni biz həmişə namazlarımızı məsciddə qılardıq. Bəli, elə isə məscidə baş çək. Əgər üsyançıların səninlə işləri olmasa, namazını orada qılarsan. Baş üstə əmir. Kimin dəstəmazı pozulubsa, təzəliyə bilər. Nəhayət kimsə qiblənin harda olduğunu öyrənə bildi. Siz namazı üzü bu tərəfə qılın. Əgər səhv olarsa, kəffarəsi mənim boynuma. Etqaməti səlam. Qədqaməti səlah. Niyyət. 3 rükət məqrib namazını iqtida eləyirəm. Hazır imama, Əmir Beydullah ibn Ziyada, qürbətən ilallah. Allahu Əkbər. 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 Ey insanlara bənzəyənlər. Aman Allahım. Vəziyyətdən çıxış yolu tapana qədər məsciddə qalmanızı tövsiyə edirəm. Muxtar Səqəfinin qoşunla Kufəyə tərəf yola düşdüyünü özüm eşitdim. Bu məscidin mehrabında əmim əlinin saç-saqqalını qanına boyadılar. Mən Allahın köməyi ilə hər vəclə xilas olacam. Əmim oğluna müasir küfəllərin elə əmim əlinin dövründə yaşayanlara bənzədikləri haqqında xəbər verməliyəm. Onları Kufəyə gəlməkdən çəkindirməliyəm. Kufəni tərk eləmək, ondan uzaqlaşmaq lazımdır. Onlar şəhərin bütün giriş qapılarını bağlayıblar. Yalnız çay istiqamətindəki yolla getmək olar. Eləsə həmin yolla gedərik. Qoy bələdçi yolu göstərsin.
Kövsər suyundan məhrum olmayasan, anacan. Nuşi can olsun oğlum. Susuzluğun yatdısa, gecikmədən özünü evinə yurduna çatdır. Yəqin yolunu gözləyirlər. Mən Kufədə qəribəm, ana. Evim və sığınacağım yoxdur. Küfə qəriblərin qənimi doğul. Niyə bu minüzlü şəhərə gəlmisən? Mən Kufəlilərin dəvəti ilə qonaq gəlmişəm. Adın nədir oğlum? Müslim İbni Əqil. Aman Allah! Peyğəmbər övladının elçisi olan Müslüm? Mənə bir gecəlik evində sığınacaq verə bilərsən? Bircə yüngül həyat tərzi keçirən, küfə avaraları ilə oturub duran oğlum Bilaldan qorxuram. Gecədən xoruz banına qədər əyyaşlıqla məşğul olur. Dan yeri sökülən vaxtı aşağı-aşağı sərxoş vəziyyətdə evə gəlir. Biz elə eləyərik ki, o heç nə bilməsin. Hardasan Həbib? Nə eləyə bildin? Elə bil evlərə ölüm tozu səpiblər. İnan ki, qışqırmaqdan boğazımız yırtıldı. Daşdan, divardan səs çıxdı, amma Kufə evlərindən səs çıxmadı. Sarayın qabağına da baxdım. Heç kim yox idi. Bəs Müslim hardadır İbn Övsəcə? Bilmirəm Həbib, heç nədən xəbərim yoxdur. Mən bura gələndə kimsə yox idi. Sarayın qarşısı, məscidin içərisi də boş idi. Bəs sən Müslimlə deyildin İbn Övsəcə? Yox. Sən gedəndən sonra biz də yolu kəsməyə getdik. Bununla da qadınların tənə və söyüşlərinin qarşısını almaq istəyirdik. Amma bacarmadıq, yolu açmağa məcbur olduq. Müslimin yanına əli boş qayıtmağa xəcalət çəkdim. Getdim ki, başıma kül tökü. Qaydanda gördüm, heç kəs yoxdur. Müslim Kufədə qəribdir, Həbib. Heç yeri tanımır. O hara gedə bilər axı? Lənət olsun Kufəyə də, Kufəliyə də. Kufə uğursuzluqdur. Kufə müsibət deməkdir. Kufə lənətdədir. Kufə nadan adamların məskənidir. Kufə insanların məskəni deyil. Sakit ol, Həbib. Gəl Müslimi bir yerdə axtarmağa başlayaq. Harda ay İbn Övsəcə? Hansı məhəllədə? Hansı qəbilədə axtaraq? Keşikçilər hər yeri tutublar. Məyər gələndə onları görmədin? Nə oldu, Həbib? Hara gedirsən? Kufədən, Kufəlidən bezmişəm İbn Övsəcə. Bu xaraba qalmış şəhərə bənzəməyən bir yerə gedirəm. Hüseyn Kufəyə yola düşüb. Mən də Hüseynə tərəf gedirəm. And olsun Allaha, mən də bu kafirlər məskənindən bezmişəm. Sən biraz səbr elə, biz yol taparıq. Yol ancaq çay tərəfdəndir İbn Övsəcə. Mən daha burada dayana bilmirəm. Hüseynə aşık olan adam özünü dənizə vurmalıdır.
Anacan, sən mənə fikir vermə. Mən sənə heç oxşamamışam. Nənəm mənim üçün gün kimi işıq saçan gəlin gətirəcək. İlahi, ey böyük Allah, bu nəfərsiz evladdı mənə vermisən. Bilal. Bilal. Dünən gecə evə biraz tez qayıtdım. Dostlar yeyib içmək üçün nə qədər təkid eləsələr də, amma mən razılaşmadım. Sözün düzü, anama yazığım gəldiyi üçün qəbul eləmədim. Yoxsa qalıb haram içkilər içməkdən imtina eləyən deyiləm. Qorxdum ki, qoca qarı qadağan saat haqqında eşidib qorxuya düşər və mənə qarğış eləyər. Deyilənlərə görə ananın qarğışı tez tutur axı. Doğrudan eşitdiyimə görə tezliklə içki içməyə sərbəstlik veriləcək. Mən bunu düz eşitmişəm, ağa. Hə? Deyə bilərsən? İçki içməyi Allah haram eləyib, ay yaramaz. Ona kim sərbəstlik verə bilər ki? Eşitdiyimə görə Əmirəl-Möminin Yezidin özü də meyvə, musiqi düşkünüdür. Necə deyərlər, içki iç, minbər yandır, amma cəmaata əziyyət vermə. Sən həmişə bu qədər çərənçilik eləyirsən, yaramaz eşşək. İndi mənə yaxşı qulaq as. Əgər Müslimi bu xaraba qalmış evində tapmasaq, vay olsun sənin alına. Əcəb sözlər danışırsan. Mən ondan müslim olub olmadığını soruşmamışam axı. Mən nə bilim o müslimdir yoxsa yox. Dediyiniz əlamətlərə uyğundur. Bilal. Bilal. Hara getmisən, ay anası ölmüş. Axı sən həmişə günorta namazına qədər yatardın. Səhərin gözü açılmamış başını hansı tövləyə soxmusan? Evi mühasirəyə almışıq İbn Əqil. Qaçmağa imkanın yoxdur. Əgər qılınc əl atsan, evi sənin üçün cəhənnəmə çevirərik. Allahdan böyük qüdrət yoxdur. Sənin cəzanı versin Bilal. Atasından bir xəbərə yaşırlar. O Haşimilərdəndir İbn Hüreys. Ləqəbi ərəb şirləri olan Həmzə və Əlinin tayfasındandır. Nə qədər ki əlində qılınc var, onu ələ keçirmək çətin olacaq. Mən onu öldürmək istəmirəm İbn Əşəz. Aman versək, bəlkə də təslim olar.
ikinizdən bir mərd tapılar ki, mənə bir qurtum su versin. Hey, İbn Əqil! Səninlə danışan mənəm, İbn Əşşəs. Əgər döyüşə davam edib, bizlərdən kimisə öldürsən, əmir, öldürdüyün əskərlərinə görə hökmən səni öldürəcək. Təslim ol. Şərəfimə and içirəm ki, mən əmirdən sənin üçün amannamə alacam. Danış, Müslüm. Məni öldürəcəksən, yoxsa aman verəcəksən? Niyə soruşursan? Mən verilən vədə inanıb qılıncı yerə qoydum. Yoxsa heç vaxt təslim olmazdım. Mənim üçün döyüş meydanında ölmək daha xoş idi. Aman Haşimilərin bu qürurundan. Əsirlikdə də meydan oxuyurlar. Bu tayfa yalvarışın nə olduğunu bilmir. Biz yalnız Allahın dərgahına yalvarırıq. Elə isə Allaha yalvar. Bəlkə Allah yalvarışını eşidib, səni öldürməyə mənə imkan vermədi. Mən Allahdan yalnız bağışlanmaq istəyirəm. Sizə demədim ki, Haşimi qüruru hətta Allaha da yalvarmağa icazə vermir. Səni öldürəcəm, Müslüm. Düşməni bağışlayacaq qədər səxavətli olmadığına əminəm. Burada iştirak eləyən qohumlardan birinə vəsiyyət eləmək istəyirəm. Buyura bilərsən. İbn Səd, mənim sənə qohumluğum çatır. Vəsiyyətimi sənə söyləmək istəyirəm. Sir saxlaya bilərsən? Mən yaxşı sirdaş deyiləm. Mən özürlü hesab elə. İbn Səd, etiraz eləmə. Axı kişilikdən uzaqdır. Görmürsən, ölüm ayağındadır. Vəsiyyətinə qulaq as. Vəsiyyətinə qulaq assam, sonra onu əməl eləməyə məcbur olacam. Nə eybi var ki? Onun kimi bir mürtədin vəsiyyətinə əməl eləməyin savabı olmadığı kimi, günahı da yoxdur. Yalnız sənin alicənamlığını arta bilər, Ömər Səd. Əgər onun vəsiyyəti sizin istəklərinizin əksinə çıxarsa, yenə də onu alicənablıq hesab eləyəcəksiniz. Hələ ki onun vəsiyyətini eşitməmişik, müsəlman. Əgər onun vəsiyyəti mənim şəxsi mənafeyimə zidd olarsa, əməl eləməyinin heç bir eybi yoxdur. Amma vəsiyyəti müqəddəs şəriətin hökmlərinə zidd olarsa, əməl eləmə, kəfarəsini ver getsin. Get. Vəsiyyətin elə, Müslüm. Əmim oğlu Hüseynə xəbər elə ki, Kufəyə gəlməsin. Bir də istəyirəm, ölümümdən sonra cəsədimi torpağa dəfn eləyəsən. Kufədə də 700 dirhəm borcum var, onu ödəməyini istəyirəm. Zirehimi satıb borclarımı ödəyərsən.
Bilirsiniz məndən nə istədi? O səni özünə sirdaş bilib. Sir saxlayan ol. Əmanətə xəyanət eləməzlər. Amma neyniyyəsən ki, bəzən xəyanətkara da əmanət eləyirlər. Hə, Müslüm, vəsiyyəti elədin? Yenə bir istəyin var? Susuzam. Biraz su istəyirəm. Bin reis, ona biraz su verin. Əlbəttə, əti haram olan heyvanlara verdiyiniz saxsı qabda. O mürtəddir, dodaqlarının toxunduğu hər bir şey də şəriətə görə murdardır. Baş təmiz. Mürtəd sənsən. Mürtəd sənsən ki, qısassız adam öldürürsən, öldürülməsi haram olan insanların qanını axıdırsan. Qəzəb və bədgümanlıq üzündən insan öldürən şəxs mürtədlik adına daha çox layiqdir. Ürəyini iblisin yuvasına çevirdiyin üçün sənin nəfəsin də, tərin də murdardır. İblis sənsən ki, nəfsinə aldanaraq müsəlmanların xəlifəsinə qarşı çıxmısan, onun varisinə qılınc çəkmisən, cəmaat arasına nifaq salmısan. Mürtədliyin açıq-aşkar ortadadır. Mən səni qəzəb və bədgümanlığıma görə deyil, Allah rizası üçün öldürəcəm. Allaha and olsun ki, sən yalançıların padşahısan. Əgər bu insanlar zərrə qədər Allahdan qorxmuş olsaydılar, sənin yalan danışdığını təsdiq eləyərdilər. Əfsuslar. Əfsuslar olsun ki, dünyaya bağlılıq müsəlmanları özünə elə məşğul eləyib ki, insaf, şücaət və iman adlı bir şey qalmayıb. Biz qəsbkar xəlifəyə qarşı çıxmışıq. Biz zəmanəmizin Qeysər və Kəsrasına qarşı çıxmışıq. Biz nifaq deyil, birlik yaratdıq. Bizim sözümüzə 12 min İraqlının məktubu şahiddir. Suyu niyə içmədin? Ağzımın qanı mane oldu. Görürsən, Allah da səni sevmir. Susuz ölməyini istəyir. Bu su mənim ruzim deyildi. İlahinin lütfü isə sonsuzdur. Susuz ölmək cihadımın mükafatını tamamlamış olacaq. Sizin Allah barədə olan məlumatınız özünüz qədər cılızdır. Siz Allahın insana bənzədiyini xəyal eləyirsiniz? Allahı tanımağı bir kənara qoy. Yaxşısı budur, öz günahından danış. Xilafətdə payınız var ki, xəlifənin qəsbkar olduğunu güman edirsiniz? Güman eləməmişik, əmin olmuşuq. Eşitdiniz, qardaşlar? Eşitdiniz? Ələvilərlə Əməvilər arasında gedən mübarizənin əsası elə bu iddia üzərində qurulub. Elə hey dəlil və sübutlar gətirirlər ki, vay din əldən getdi, vay Peyğəmbər sünnəti və Quran əldən getdi, vay hökmlər icra edilmədi və s. Peyğəmbərimizin çox aydın dediyi gözəl bir hədis var. O deyib ki, heç kəs məndən irs aparmır. Peyğəmbərin ətrafında olan bütün səhabələr bu hədisin ona məxsus olmasını təsdiqləyiblər. Həzərat isə bu hədisə qarşı açıq-aşkar çıxa bilmədikləri üçün xəlifəni ortaya atıblar. Səbəb nədir? Güya bidət edib. Bidət? Mən də dediyin həmin gözəl hədisi eşitmişəm. Ələvilərin mübarizəsi miras üstündə deyil. Digər bütün müsəlmanlar kimi onların da xilafətdə haqqı var. Xilafət Peyğəmbər ümmətinin möminləri içində ən salih olanlara layiqdir. And olsun Allaha, əli və övladları bu ümmətin ən yaxşı və ən təqvalı insanlarıdır. Bu mənim sözüm deyil. Əlidən əvvəl gələn xəlifələr də əlinin elmli, təqvalı və dəyanətli adam olduğunu təsdiqləyiblər. Sus, yalancı! Xəlifələrin adından yalan danışma! And olsun Allaha, səni elə öldürəcəyəm ki, dinin meydana gəlməsindən indiyədək bir kimsə belə edamın şahidi olmayıb.
Dində misilsiz bidətlər yaradan sənin kimlər üçün bu çətin deyil. Namərcəsini öldürmək, bədən üzvlərini kəsmək, meyidi tanınmaz hala salmaq, onu ayaqlar altında tapdalamaq, bütün bunlar sənə xas olan davranışlardır. Deyin burada bu mürtədin yaraladığı bir adam var. Mənəm əmir. Bu Keyl İbni Hümran-ı Əhmədi. Bu yaranı mənə Müslüm İbni Əqil vurub. Mükeyr, onu saray gülləsindən yerə at. Sonra isə başını bədəndən ayır. Başda əmir. Gelin. Allah tərəfindən gəlmişik. Ona tərəf də qayıdacağıq. Salam Əbu İshak. Salam ey sürətli güvərçin. Kiyan bu günlərdə İranlıların əfsanəvi Simurq quşuna dönüb. Adını çəkən kimi dərhal yanında peyda olur. Vədimizə vəfa elədik Kiyan. Gecikməmişik ki. Gec ya tez olmağı sənin əlində deyil. Sən bacardığını elədin. Eyhamla danışırsan Kiyan. Neysə baş verib. Təklikdə danışmalıyıq Əbu İshak. Sən bu xəbəri təklikdə eşitməlisən. Müslimin qiyamı məğlub oldu Muxtar. Küfəlilər xəcalət çəkmədən qaçdılar. Tənha qalan Müslim öldürüldü. Öldürüldü?
Olmaya Kufəlilər yenə dönük çıxıblar İbn Kamil. Ağzını xeyirliyə aç Əbaili. İnşallah şad xəbərdir. Dünən səndən ayrılandan sonra atımı bir nəfəsə çaparaq gecə vaxtı Kufəyə çatdım. Əskərlər yolu bağlamışdılar. Çay yolu ilə getdim. Müslim İbn Üfsəcə və Həbib İbn Məzahirlə rastlaşdım. Kufədən qaçmışdılar. Deyəsən əskərlər onları çayın sahilinə kimi təqib eləyiblər. Ona görə özlərini çaya vurublar. Müslimin köməksiz qalmağını və yoxa çıxmağını onlardan eşitdim. Həbib həmişə göz yaşı tökür və Muxtarı xatırlayırdı. Məni niyə? Sənin tədbirlərinə etinasız yanaşdıqlarına yanırdı. Müslim və Həbib hara getdilər? Məkkəyə tərəf. Kufədə baş verənləri təcili Hüseynə çatdırmaq üçün. Məzhəclər heyvan kimidirlər. Necə də alçaq və əhdə vəfa eləməyən insanlardır. Vay olsun məzhəclərə ki, mərdlik və qeyrəti dünya malına satdılar. Vay olsun məzhəc tayfasına ki, öz simasını itirdi. Hanı Əsa? Hanı Əsa, müsəlman? Hanı? Mənə bıçaq ya da sümük parçası verin ki, mən ondan özümü müdafiə edeyim. Mənə bir şey verin, ay müsəlmanlar! Ar olsun sənə Kufəli, ar olsun sənə! Peyğəmbər övladını əxlaqsız və pozğun bir qadının oğluna satdığınız üçün Allah sizi öldürsün! Allahın Nuh və Səmud tayfasının başına gətirdiyi bəlalara siz də layiqsiz, ay bədbəxt Kufəlilər! Ay üzü qara cəhənnəm əhli, Hüseynin qanı ilə alver eləmək üçünmü onu Kufəyə dəvət elədiniz? Siz İbn Mərcanənin kim olduğunu bilirsinizmi? İbn Mərcanə həmin alçaqdır ki, Bəsrədə bir məhəllə düzəldib, Xorasanın fəthi vaxtı əsir düşmüş iffətli və namuslu qız və gəlinləri orada fahişəliyə məcbur elədi. İbn Mərcanə qadınların bətnində olan uşağa belə rəhm eləməyən zalımdır. Sus deyirəm sənə, hərbi kafir. Boynunu uzat. O qədər də səxavətli deyiləm ki, sənin məni öldürməyinə yardımcı olum. Allah tərəfindən gəlmişik və ona tərəfdə qayıdacağıq. İbn Səd, sən də mən düşündüyüm haqda düşünürsən? Əmir nə haqda düşünür ki? Muxtarın ölümü? Cəsarətimə görə üzr istəyirəm. Qan nə qədər az axarsa, dövlət bir o qədər möhkəm olar. Allah özü şahiddir ki, mən Muxtarın sağ qalmağını istəmirəm. Amma bundan belə öldürülməsini də məsləhət bilmirəm. Muxtar xani kimlərdən fərqlidir. O və tərəfdaşları əvvəlcədən özlərini çətin günlər üçün hazırlayıblar. Mən onu öldürməkdə tələsməməyi tövsiyə edirəm. İbn Səd,
Muhtar ya bizimle olmalı ya da hiç olmamalıdır. Çünkü üçüncü yol yoktu. Muxtar xeyrini bilən insandır. Niyə onu təslim olmağa məcbur eləmirsiniz? Teslim olmasa nece? Təslim olmasa öldürərsiniz. Ölüm bir defa olur, mərəkə də bir defa. Eğer muhtarın öldürülmesiyle bir hadise olacaksa, elə indi olsa yaxşıdır. Cənab-ı əmirin siyasətçi olması hamının dillər əzbəridir. Son hadisələr zamanı əmirin bacarığı məni heyran qoydu. Mən muxtarın da öhdəsindən gələcəyinizə əminəm. Siz muxtarın öhdəsindən necə gəlməyi hamıdan yaxşı bilirsiniz. Şübhəsiz ki, Küfədə sabitlik yaratmaq üçün atlasız zəruri addımları da artıq müəyyən eləyibsiz. Lənət olsun bu küfəllərin qəbrinə. Allah lənət eləsin bu nadan axmaqlara. Muhammedin Allah'ı şahiddir ki, eğer Allah özü elə bu döyüş meydanına gələrsə, bu küfəllər ona xəyanət eləyəcəklər. Bu cemaatı tikə-tikə doğramayınca pisliyin kökü kəsilməyəcək. Bu yaramazlar düzələn deyirlər. Əbu İshaq, Müslimin qanı nifrətimizi 1'e 100 artırmışdı. Qisas hissi ilə alışıb yanırıq. Qalx rəhbərlik elə ki, Küfəni zalimlər üçün qəbirstanlığa çevirək. Nədən belə narahatsan, Əbu İshaq? Yadımdadır, Küfəlilərin vəfasızlığı haqqında mübahisə elədiyimiz zaman məndən ürəkdən beyyət eləməyi və Küfəlilərə bel bağlamamaq istəmişdin. Küfəlilər bizə xəyanət elədilər. Bu ki təzə xəbər deyil. Eşqə vəsilə qanat çalan ürəyinə sahib çıx. Qalx ki, özümüzü qan dəryasına vuraq. Axı özün deyirdin ki, bizlər Cəməl, Siffin və Nəhrəvan döyüşlərinin qorxu bilməz şirləriyik. Sən bizim ürəyimizdə yatan odu alovlandırdın. Əgər burada əyləşsən, həmin od sönəcək. Qalx, Muxtar. Müslümün ölümü ürəyimizə dağ çəkib. Qalx. Qalx, Muxtar. Yenə də Əbu Ubeydənin nərələrindən birini çəkməklə. Küfənin çaqqal və pişiklərini qorxuya sal. Sən o Əbu Zakirin canı bizi pərişan eləmə. Qalx, qeyrətli git. Aman bayrağını kaldırın. Yamçılardan kim tövbe edip bayrağın altına sığınarsa ona aman verin. Bununla yanaşı bacarıklı insanlardan bir dəstə götürüp muhtarı karşılamağa get ve yolu üzüne bağla. Mümkün olduğu kadar muhtar ve dostlarını teslim olmağa mecbur elə. Aman istəsələr, onlara aman ver. Cəsarət eləyirəm ya əmir. Muxtara aman verməyi məndən istəməyin. Onunla döyüşməyə hazıram. Niye? Muxtara aman verib vədimə əməl etməməyi əsla bacarmaram. Maraqlıdır. Elə isə söz ver və sözünə əməl elə. Müslümə də söz verdilər. Amma siz etina etmədiniz. Mən Müslümə aman verməmişdim. İbn Əşəs öz başına belə bir aman vermişdi. Bundan əlavə, sən özünü İbn Əşəslə müqayisə edirsən? Sən mənim üçün İbn Əşəsdən 100 dəfə qiymətlisən.
Sənin sözün mənim sözümdür kişi. Ürəyinə şək şübhə salma. Get. Muxtar səni gözləyir. Təslim olmasa, öldür onu. Film 2011-ci ildə Salam studiyasında dubləj olunub. Dubləjin rejissoru Emin Abbasov, rejissor assistenti Vüsal Məmmədov, səs rejissoru Hüseyn Həsənov, tərcümə edən Şahin Yahyayev, redaktor Teymur Quliyev, montaj Ceyhun İbrahimoğlu, inzibatçı Vaqif Aslanov, dubləjin direktoru Emin Abbasov. Texniki dəstək Butafilm kino şirkəti. Filmi dubləj etdilər Rasim Balayev, İlham Əskərov, Eldəniz Rəsulov, Pərviz Bağırov, Hacı İsmailov, Kazım Abdullayev, Abbas Qəhrəman, Məmməd Səfa, Vahid Əliyev, Nəcibə Hüseynova, Gülnarə Zülalova, Ofeliya Novruzqızı, Hüsniyə Mürvətova, Pərviz Məmmədrızayev, Rövşən Məmmədli, Qədir Mirzə, Cəlal Məmmədov, Vüsal Xalıqoğlu.